Bir insan ki özünü kontrol edə bilməsə, heç nəyi kontrol edə bilməz. Əslində qalsa bu dəqiqəyə qədər qeyd etdiyiniz 7 bəndin xülasə bir yerdə cəmini elə özünü kontrolda cəmləmək olar Cəmləmək, artıq. bəli. Təsir kimi. Bəli, hamısını, həm mənəviyyatına aid, həm psixologiya. Bəli. Məsələn, nəfsi kontrol etmək, düşüncəni kontrol etmək, duyğunu kontrol etmək, davranışı, hamısı kontrola baxılır, hamısı. Bunun da metodları var, yolları var, yetər ki, insan öyrənsin. Ramazan ayında məsələn, tutaq ki, məsələn, istəyirəm ki, nəfsim biraz istəyir, deyəm, oruç tutmuşam. Artıq özümü kontrol edəndə, istəyirəm, açmışam, yemək yesəm, yox, yemək yeyə bilmərəm, mən kontrol edirəm ki, mən orucam. İstəyirəm ki, söyüş sevim, yox. Axı, mən orucam, söyüş seyə bilmərəm. Artıq özümü kontrol etməyə başlayıram. Beynindən bir dənə neqativ bir şey keçir, tezdən, axı, mənim əməlimin savabı gedə bilər. Gərək özümü kontrol edəm. Bəli. Bax, hamısı kontrolla qayıdır. Bəli. Yəni, Ramazan ayı fürsətdir ki, mən özümü kontrol edeyim. Kontrol